Fərqli bağ. Ötən gün regionda təsərrüfatla məşğul olan yoldaşlardan biri məndən soruşdu ki, əlimdə olan cüzi sərmayəni hara yatırım etsəm, stabil gəlir əldə edə bilərəm. Əslində bunun cavabı çox sadədir. O qazancı haradan əldə etmişsinizsə, yatırımınızı da elə ora etməyiniz daha doğrudur. Çünki 5 ildən az təcrübəniz olan sahəyə hər hansısa bir yatırım eləmək çox böyük risklər daşıyır. Ondansa elə qazandığınız pulu, qazandığınız sahəyə yatırım etməyiniz sizə daha çox uğur gətirə bilər. Və bir şey anlamaq lazımdır ki, dünyada hər şey inkişaf edir, hər şey dəyişir, hər şey hərəkət halındadır. Əgər bir yerdə hər şeydə hərəkət varsa, burada stabilliyi düşünmək biraz məntiqsiz olur. Bəli, müəyyən sahələr var ki, onlara yatırım etsəniz, stabil gəlir əldə edə bilərsiniz. Məsələn, əmlak sahəsi. İcarəyə verdiyiniz əmlakı stabil gəliriniz gələr. Lakin bu hər halda çox da belə böyük yatırımlar tələb elədiyi üçün məntiqli də olmaya bilər. Çünki icarə haqları mülkiyyətin özünün qiymətini dəfələrlə üstələyir. Hal-hazırki vəziyyətdə ümumilikdə əmlak bazarı sürətlə inkişaf edir, qiymətlər getdikcə artır, yəni Azərbaycanda da bu belədir. Düzdür, bu artım əslində məntiqdən daha çox olsa da, lakin bu dünyanın bir çox inkişaf etmiş ölkələrində də belədir. Paytaxtda əmlak qiymətləri hər zaman fantastik rəqəmlərə doğru yönəlir. Yəni bu normal haldır, amma istənilən halda yenə də bu risklər daşıyır. Ona görə yatırımlar edərkən diqqətlə düşünüb, düzgün analiz edib, harada nə yatırım edəcəyinizi ona görə hesablamanız şərtdir.